Hədisdə var ki, evlərinizi qəbirstanlığa çevirməyin. Hədisdir ya. Necə deyir? Quran oxumasız evləriniz qəbirstanlıq olar. Qəbirstanlıqda kim yatar? Ölü yatar da. Yəni demək istəyir, Quransız evdəkilər ölü bax. Xəbərləri yoxdur. O görsən təlqin edirlər ha meyidi. Qoyanda qəbrə, hərdən gəlib belə şeylər baxsın. Bəzi adamlar qorxur baxmaq istəmir. Bax da bunu gör heç olmasa bir iki dəfə. Sənə də mənə də belə eləyəcəklər. Sən Allah mənə ölümdən danışma, qorxuram. Danışdım, öləcəksən də. Orada gəlirlər, neyinlər? Adı çəkiləndə meydə nə deyirlər? Deyirlər, innəl mautu haqqun. Ölüm haqdır ya, yəni ölmüsən. Xəbəri yoxdur. Elə bilir yuxuda, adam hərdən yuxuda bilirsən, ha görsən, yuxuda görürsən ölmüsən, amma bilirsən ki, yuxudur. Bəzi insanlar bilmirlər ölən kimi ölüblər. Ayılırlar ki, gedəndə ayılır sanki insanlar ki, ölüb. Vururlar bunu ki, innəl mautu haqqun. Sanki ruhuna vururlar da belə vurmağına. Çünki ruhla bədənin ki bir xüsusi əlaqəsi olub, bədənə vurmaqla sanki ruhu silir.